Xana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedi Xana. Yepyeni səhnələr bizdə izlənər, şən parodiyalar hamısı bizdə. Sizlərə gülüşü bəxş edərik biz, sizin qarşınızda Komedi Xana. Efirə qayıtdı Komedi Xana. Qasım, baxdın nə gəzirik burada? Abşeron Ticarət Mərkəzində bütün tikinti materiallarına endirimlər başladı. Gəlmişik endirimlərdən yararlanaq da. Elə. Hə, nə deyirəm ki, yararlanaq. Sən də yararlan. Hansından yararlanım Qasım? Hansından? Əl önə keçdi yararlanaq. Deyirəm ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əli boş nəvə yanına gedərlər. Gör nəvəmi üçün nə aparıram? Piredo bezi. Bunu ki uşağa bağladılar. Səncə? Uşaq quzu kimi ya. Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Day bundan artıq mən uşaq üçün nə aparmalıyam? Başın işləyir sənin. Genə dedi başın işləyir ya. Ay qız keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki sənin başın işləyir. Olmadı ki. Götür bezləri. Yaxşı. Sonra danışarıq. Şu qoy işimi işləyim də, dur nəyə yığırsan? Demişəm axı işləyə bilmirəm axı belə olanda. Sən bir bax gör mən nə almışam. Yeni bizon egzotik, çiyələk və tropik mango dadında. Hələ sən buna bax, kaktus və yetişmiş gavalı. İkisinin tandemi. Bilirsən nədir? Mənə bax, təzə bizondur bunlar. Bəli, bəli. Bu qədər sən niyə almısan? Axşam partidir də. Evdə? Evdə. Əla. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Xüsusi sponsorumuz Qardaşlar Mebel. Qardaşlar Mebel 10 ildir keyfiyyətli, funksional və zövqlü bütün mebel layihələrini uğurla təhvil verir. Qardaşlar Mebel təkcə mebel istehsal etmir, ehtiyacınıza uyğun unikal həllər təqdim edir. Burada siz evdən tutmuş ofis, səhiyyə, hərbi, kafe, restoran, bağça, məktəb və bütün növ mebelləri tapa bilərsiniz. Dostlar, ən gözəl də bu ildir ki, bizim dostlarımız Qardaşlar Mebelin bu illərin 10 yaşı tamam olur. Və bu yubiley münasibəti ilə ilin sonuna qədər böyük möhtəşəm endirimlər təqdim edir. Əgər siz də keyfiyyətli və ən əsası rahat mebel əldə etmək istəyirsinizsə, Qardaşlar Mebelə müraciət edə bilərsiniz. Axşamınız xeyir olsun, Komedi Xanın biri-birindən özəl və gözəl tamaşaçıları. Həftə sonlarının dəyişilməz əyləncəsi, bol-bol gülüşlü Komedi Xana efirdədir. Və təbii ki, axşamınız xeyir olsun, bizi canlı-canlı izləməyə gələn xanımlar, cənablar, xoş gəlmişsiniz siz də. Yola saldığımız həftə ərzində biz çox gərgin işləmişik, hazırlaşmışıq. Biz hazırıq. Bəs siz necə, gülməyə hazırsınızmı? Hazırsınızmı? Bir daha söyle. Təşəkkürlər. Möhtəşəmsiniz dostlar. Heç vaxt itirmədən istəyəm ilk səhnəci isə təqdim edeyim. Subalara qismət olsun deyirəm. Toyumuz var bu günlərim. Amin deyək, qorxmayın, amin. Amin, amin. Subaylarımız var, mən görürəm, gözəl qızlarımız var. Allah sizə qismət eləsin. Amin. Oğlanları görürəm, subay oğlanlarımız var. Allah sizə qismət eləsin. Subay kişilərimiz var. Mən də amin deyirəm, elmin gözəl adətidir toy. Allah bütün subaylara qismət eləsin. Və deyir ki, bir el deyimi var. Deyir, bəy öz toyunda oynasa, o toy bərəkətli olar, ruzu olar, şux olar, gözəl olar. Bizim də bəyimiz var, amma o oynamır. Ona görə yox ki, o rəqs eləməyə bacarmır. Onun halı yoxdur rəqs eləməyə.
Halı niyə yoxdur, onu birazdan görəcəksiniz. Keyfli, biraz meyxoş, bəy deyiri və alqışlarınızla biz başlayırıq. Möhtəşəm. Teyub! Ay Teyub! Ay valla, ay toyun axırıdır, bitti yoxdur, düzəməlli otur da. Oh. Sen mənlə vurmadın ha. Teyub! Adı bəs düşdündə. Biyabır olduq. Vay. Birini de bırak. Bırak birini de. Teyub, bəsdir. Toyun axırıdır. Gözdə gülüm atım, çıxaq gedək də, day. Bəsdir. Nə qədər içdin? Götür bırak. Nəyi bıraq? Nə olub ay gəlin? Niyə çıxmırsınız? Xalq sizi gözləyir. Durun lan ha. Klarnet çalan 3 dəfə vağzalını verib çıxmamısınız. O da inciyib küsüb gedib. Durun da, dur bala, dur. Qaynana, mən dururam, sənin oğlun durmur. Ona bax, nə qədər içib, ayaq üstə dura bilmir. Vay, biyabır olduq. Teyub. Mama qurban, ayıl. Teyub, mənə bax. Teyub, qadan alım, dur vağzalını versinlər, gedək yerində yat. Elə dedimi, içmə, Teyub, içmə. Deyir, mənə araq tutmur. Bütün toyun arağın içi elə bil. Ay Teyub, dur da ha, dur. Gəlin, bu nə qədər şivay bala? Bu ələ gəlmir ki. Qoy bibisinə zəng vurum, gözləməsin, getsin. Teyub, dur da xalq səni gözləyir. Niyə qoydun içsin az? Niyə qoydun, yanında oturmuyor? Qaynana, mənim yanımda içməyib, Oriental rəqqasələr kimi bir stolları gəzib içib. Elə. Bildim. Dur, mama qurban. Teyub gözünü aç, bax, maman deyim, mənə bax. Dur qadan al. Ana. Hay can. Ana sen benim toyumda niye oynamadın? Niye oynamadın benim toyumda? Qadan alım, oynadım, ayaqlarım da şişib oynamaktan, dur. Ben niye görmedim? Sənin gözün açılır ki, görəsən. Qalx gedək, qadan alım, dur. Teyub, sənə o qədər dedim içmə, Teyub. Sənə o qədər dedim içmə. Dedin, mənə araq tutmur, narahat olma. Ona bax, xəstə toyuq kimi başı bədənin üstündə dayanmır. Dur da, biyabır eləmə bizi, dur qadan alım, dur. Xalq bizə baxır. Gəl. Xalq bizə baxır. Gəl. Yığ, nə dayımsan, yığ. Paşka pullar vermişəm bala, yığ. Nə gördün, yığ. 12 tane kazan dolu değil. Dedem orada muhakkak edip ki, maşının bagajı yine değil. Hara yığın bunları? 5-6 gün keçəndən sonra dədən oyananda deyəcək ki, o toydan qalma stariçli salatı gətir bərim. Desəm ki, salat yoxdur, deyəcək, bəs niyə götürmədiniz? Paşka pullar dökmüş, toya. Yığın annemden yığın. Yığ. Gələ, sokları da yığ. Qoydana hamısını qoydana diri başı. Sən kim oxşar, ne? Tıpa tutma. Edənə yığ da. Bunu sen ne koysan ona koyacağım ha? Yığ dana yığ. Güzel. Bu ya. Teyub. Ayma. Hay. Gəlin çıxmıyor toydan. Qardaşım orada niyə el uzanıb? Görmürsən nə gündədir, dura bilmir, ayağa çıxsın. Dur dana qadan alım. Necə yanı duramır Ayma? Necə yanı duramır? Qardaşıma nə olur ki? Teyub! Başın qurban, Teyub! Mama dədəm anı. Dədən gözü çox fərli gündədir. Haradadır? Qonşunun uşağın kalaskasında yatıb. Qonşunun da ta yazığı gəldi, dedi evi yoxdur, o yatmayın, axşam gələndə kalaskanı gətirərsiniz. Dur da Teyub. Ay gəlin. Ay gəlin, sən mənim qardaşıma nə deyirsən ki, bunu belə əsəbləşdirmirsən o qədər içib? Baldız, sən indidən bu restorandan başlama ya, mənə baldızlıq eləməyə ya. Gel, imkan ver, çıxaq gedək evimizə, işimizə də. Sən qardaşım bütün restoranla araq vırıb, xəbərim var.
Hə, o qədər vurdu buna bax. Lülpiyan. Lülpiyan. Qardaşın bir dilim tortu mənə düzəməllik dizdirə bilmədiyi bütün tortu yaxdı sir-sifətimə. Şampanskını bax, ər-arvad qol-qola içənmədik. Sağ olsun yenə afisant gəldi, kömək elədi. Baş oldu qardaşımın başı, əl oldu afisantın əli. Azaz, ma bax. Mənim qardaşım alkaş deyil, piyanistka deyil. Bu nə fikir edir ki bu qədər için, hə? Teyub. Teyub, az dayan. Qardaş, o yandana başım gəlib. Ayıldana bir abur olduq. Toy başlıyor. Çok tarih. Hadi, ne olsa qadan alım, başım burada. Hacı, Hadi sana. ben sen bana dedin sen toyunda ayak yalın oynayacağım. Ay qardaş, oynadım da. Bir oynadım, bir süzdüm. Qardaş, nətər oynadımsa, inanırsan ayaqqabım bir nətər getdi düşdü, ara bilmirəm ilişdi. İnan, tapa da bilmirəm. Qalmışam bir ayaqqablı. Qardaş, dur, dur, Teyub. Teyub. Ay Teyub. Teyub. Ay gədə. Ay gədə, gəl buradakilarınla. Yığın. Teyub. Ay xala, xiyar yəsiz. Ay uşaq, bir də gidi yanda xiyar yeridir. Mam deyib yığıram da, mən yaxşıqırsan. Yəni yığdan, burada qəşəng Roscoe'nun kalbasası var, halaldır özü də. Gəl, yığ, kalbasaları yığ, götür də, nə bu kalbasaları kimə saxlayırsan, paşka. Dur dana. O neydi ha? Ben xiyar yersen. Sen bir... Bir de bunu bir Hələ de götürür, götürür. Dur ay qardaş, dur getdi evə. Ayma, papan çağırıq, bəlkə aparsın. Az papanın özünə aparan lazımdır, papanı aparsın. Ayma. Hara gedir ha? Hara gedir? Mən gül atmamış sənin qardaşın hara gedir? Hər gün mən toy eləmirəm özüm üçün. Az bunda gül atmağa hal var. Hal yoxdur. Buna bax bir. Aldanmırsan? Yox. Mən ayıldarım. Aydın, Teyub. Ayıl da. Azaz, mənim uşağımı niyə vurursan? Teyub. Vay, mən anasıyam vura bilərəm, hara el uzunluq eləyirsən uşağıma? Hə, onda ayılt. Qaynana ayılt. Ayılt, mən gülüm atacağım. Ay Teyub. Qadan alım, Ay. dur dana, dur bunun bir dənə gülü var. Ata bilməyəcək də, bunda hal var, gül Mən atmağa. heç bir dəxli yoxdur. Mən gülüm atmamış heç yerə getmirəm. Ay qız sən Hə, bu. mənə dəxli yoxdur. Padruqalar mənə gözləyir. Hə, bu şuşdur. Hamısı oturub mənə gözləyir, mən güllərimi gözləyirlər. Atacam tutacaqlar. Bəlkə Dur bir ayrı dana, getsin. dur bu gülünü atsın gedək. Elə padruqaların da özünə oxşuyur. Nə olub mənim padruqalarıma? Hamısı getdilər. Bəlkə də getdilər. Nə olub? Ma bax. Hə. Sən bugün illa dirəşmirsən ki, o gülü atasan. Hə, O gülü atmasan biz vağzalıyla çıxanmayız. Yo, dəxli yoxdur. Mən gülüm atacağam. Niyə? Dəxli yoxdur. Mən necə yəni niyə? Niyə? Bəlkə padruqalarımla bir yerə getmək istəyir. Hə? Sana bir şey deyim. Hə. Sən o padruqalarını mən gördüm. Hə. O kürəklərindəki nakolkalarıyla. Hə. Onlar 60 dənə də gül tutsalar gedəndə ölürlər. Başa düşmədimi? Nakolkan nə dəxli var ki? Ay qaynana. Nakolkan bir elə bax məndə. Bu deyil. Hə, oğlun almadı məni. Aldı. Hə. Ama qışda aldı. İşte aldı. Qalın geyinmişdin, görmədik. Yayda da çıxardanda o gec idi. Mənə fərqi yoxdur. Dursun gülüm atım sonra. Ay dana. Ay qızlar gəl çıx da. Restoranın qabağında 40 dənə ayıq sürücü gözləyir. Qutar da səni gözləyirlər. Gəl çıxaq gedək də. Ay mama, kürəkənin ayılır ki, ay qız, ölüb yan uzanıb yerində. Gör nə vəziyyətdə ki, məni də içirdi be. Ay kürəkən. Az keç buranın, bəlkə mən ayrıla bilərəm. Sən içirdin? Hə, bəs necə? Neyniyim? Belə məltərlə gözləri dombaldı mənə baxırsan ki. Hə? Oğlum məni də içirdi, bəli. Niyə? Bu da sən də deyərdin ki, otur yerində mən içmirəm. Sən niyə qoşulub içirdin? Az qoşulub içirsən deyəndə ki, oğlun gəlib tutsun mənim cəmaatın yanına deyir, qaynana gəl vuraq. 700 vurandan sonra dedim də kürəkən, mənlik bəsdir daha. Mənlik bəsdir. Dur ayağa. Yaxşı ki 700 dayanmışsın. Dur, ay. Dur qadan alım. Dur o gülü at. Katıba! Katıba! Katıba!
Xatuba. Çekim sizi koyum YouTube'a. Burada içirəm Ceylə belinin sağlığı. Ceylə belinin. Ha, vurmursunuzsa dağılışaq çıxar gedək. Götürün. Götürün, xoşbaxt olsunlar. Xoşbaxt, kiçik toyun mübarək. Tamam, çok sağ ol. Kiçik toyun mübarək. Çok sağ ol. Ha, ne yapıyorsun? Mam deyip ne varsa yıktan hamısı ben de yıkmam. Ha, 2 saatdir bu marazenlikdə soyduram, hemen. Ceylə belinin sağlığına. Sağ olun, kes ver. Ay baba. Sağ olun. Haycan, haycan. Nə mən çox içib ay baba. Teyim əldən gedir. Gör oyada bilirsən. Çok cip. Hə. Ayıp olsun. Utan giren, kızar giren. Bu sen toyundu. Vurmurtan sen. Götür. Bunlar şey yapsın. Ver bura. Ay kişi. Toy de, toy de. Bəhsi de bunun. Ne təlbəsi? Vay vay Ben vay. bir tane sağlık demek istedim. Bizim beyim... Gələ. Deyirəm belki hərəmiz bir qonlar cinə, hərəmiz bir qonlar cinə. Çıxardaq neynələ? Orada günahçı dincəsi də Hayır. tərsin toy. Gül ömrümüzü oturdu. Onu atmasak gedənmərik. Dur. Gəlin, bir dənə Mənə qol. bax. Sən nə boş-boş danışırsan. Get kalbasaları yığ da. Qalıb orada. Ben yığırım. Halal kalbasalardır Roskodan. Bildim sana yığıram, sana salatın Yığ üstüne da kalbasa sparatları da yığıram. yığ. Yığıram, nasıl yığıram? Salatın üstüne kalbasa yığılır, yavaş Buna yavaş. bax. Ay bala, salatın içində də kalbasa vardı. Qarışsa nə fərq olacaq ki? Yığıram. Sən yığ. Mən atamam, yığıram. Başqa pullar vermişik, yox. Başka ne de deyirsən ki, 40 bahtana yazdırırsan. Hadi sən deyirəm yığ da. Mənə söküləşdirirsən sən. Yığıram, mən yaxşı. Bir dənə buna kömək eləyəm. Dur, dur onu qaldıraq. Kaldırak, kaldırak, sağ olun. Ay, onu yox. Sən özünü qaldıran lazımdır. Qaynana, Sən gəl özünü. bura. Ay, nə deyir bu? Mənə bax Şəkən, səninlə vuracağım. Bir də ayağa açda rumku-rumkuya. Dur ayağa. Dur ayağa. Köməkləsə. Belə dur. Ay bazı get bari. Sən baba. Ay vay vay vay. Dur az. Apam ona, apam. Yavaş. Bax, belim sərtdi dayı mənim. Belin alabilirsən. Dayı sərtdi mənim belim. Düz tutun. Ay balam haradır? Diyan, diyan, gülmez. Sana da öyle tanktı, tank. Ay, səni gətirdi dayı. Ay o dalımı çöndə. Dağılmayın, nə dağılmayın? Yavaş yavaş, dana bu. Yetim qalsın. Ana batırıq gülü. Səni bilirsin, hara aparım bunu. Mama arkasını çöndərdə. Gül atma. Arkasını neyirsən, arkasını çöl. Ay Allah. Ay balam. Ha bir dakika, içinden görüm hardadır? Hə. Dayan. Qoy gülümü atdım sonra gedər. Dur, hə, Hə. Hə. Hə, 1, 2, 3. Görmüşük ki, toyda gəlini qucaqda apararlar. Bizdə bəy qucaqda gedir. Gəl. Ver ay bana, ver muskulu. Nə dayanıb baxırsan üzümə? Bax, nə dayanıb baxırsan üzümə? Salfetkalara bax, paşka. O tapılmır ha, o salfiyete tapılmır. Heç, Zubatiskaya bax. Yığ apar dana, görüm aparmıyor adama. Başka ne? Baba. Gel. Buradan götürək. Atakan. Hə, Baba, hə. o yanından ha. Deyir, hər kəs sənin özünə görə, aski düşür gözünə görə. Sağ olun. Ha, Atakan ha. Credo Baby, xoşbəxt anaların seçimi. Və bir dənə qəşəng çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşəng pürrəng çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Mən Ofisayt mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq.
Çok hoş. Bu dəqiqə. Bu dəqiqə Xəzarla xanım. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız bir dəqiqə deyəm da. Sənin qardaşın arvadının söhbəti mənim bilmə lazımdır. Mən qeybət eləmək istəmirəm. Televizora baxıram. Hə. Yaxşı, nə olar? Hayat ondan səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedin? Rəyim, sənə Aktel'dən hədiyyə almışam. Aktel'in planşeti, telefon, smart saat. Birini sənə, birini də Cəzənin özünə. Bunu da atama verərəm. Can sağ ol. Mənə bax, axşam anamla bacım gəlir. Bəs onları heç nə almamısan? Bir telefon anava almışam, bir telefon da bacıma almışam. Bacımadan da çox sağ ol həyatım. Amma bir şey xahiş edeyim, Can. bunu mənim anam bilməsin. Yaxşı. Can sağ ol. Deməli elimizin adəti var. Qıza elçi gedəndə qızın valideynlərinin, atasının, anasının xəbəri olduğu kimi gərək qızın da xəbəri olsun. Elə səhnəmiz də bununla bağlıdır. Qız gördü. Alqışlarınızla. Mənə bax. Sənin bu iş yoldaşları niyə gəlib çıxmadı? Bayaqdan gözləyirik. Mənim özüm adam var axtarmadı. Elə telefonda qayıtdı ki, oğlumla götürüb sizə gəlirəm. Görən nə məsələdir? Səncə nə məsələdir? Hə? Bir başımı işlədginə də. Min dəfə sənə demişəm ki, işdə başından kaskanı çıxart. Bir başına gün değsin. Bir D vitamini. Səncə də oğlunu götürüb bizə gəlir bu adam. Səncə nə gəlir? Öz, nə gələcək? Nə gələ bilər ki, ümumiyyətlə? Ağrındakısa, bax inandırım səni deyirəm ha. Eşidən biləm, elə bir şey var. Onları qapıdan qoyuyaram. Mənim xasiyyətimə bələdsə, mən elə bir şey götürən kişi döyüləm. Onları qapıdan qoyuyaram mən. Yox, hə, gəlib bir evimin içində qızma baxacaq. Yox, hə, tökülüm, hə. Sən canı? Hə. Sən canı? Hə. Əsəbləşdin? Hə? Qızın 29 yaşı var, Sabah bugün 30 yaşına keçir, Neynəmək fikrin var? Qızıl gül kimi qurudub kitabın arasında saxlamaq istəyirsən? Hə? Qızın TikTok'u yox, Instagram'ı yox, sosialda yox. Bu qızı harada görüb bəyənsinlər? Hə? Bir cavab ver də. Şimdi haftada bir defa gelirik ha restorana. Orada indi gələrlər, bir-birini görərlər. İndi mənim ağzımı açdırma, hər şey demək olmur. Özə, ataların çox gözəl bir misalı var. Deyir ki, harda olmağından aslı olmayaraq, talih kuşun səni gəlib tapacaq, sənin başına qonacaq. Mən ən sevdiyim atalar misalı. Çox xoş deyirəm bunu. Ona görə də narahat olma, narahat olma. Adə, sən bizi restorana aparırsan, restorana aparan kimi aparıb soxursan bizi kabinetə. Kabinetin ağzını bağlatdırsan, yiyib-içməyi tökürsən ora. Hələ kabinetdə oturub çörək yiyərəmsə ya, oturub taxtı tacımda, evimdə, işimdə çörəyimi yiyərəm də, hə? Bu kabinetin qapısı xıç-xıç bağlı. Bu talih quşu kabinetə hardan gəlib qonsun? Hardan qonsun da? Hər yan çıqqı-çıq bağlıdır. Az qapıda ölür, yeri qızı çağır, qapı açsın. Aşı çağıracağım da, sən canım əsəbləşmə. Suprastin yanındadır. Sən də bu alergiya onun nə vaxt tutacağı bəlli deyil. Sonra qalacaqsan qaşına, askıra. Sən mənim dərmanıma görə narahat olma. Sıfır asterim deyə buradadır. Sən yeri qızı çağır. Hə? Ay qız. Hə, mama. Çağır deyə elə bile. Hə, mama. Sən ki qaplaş da. Yemək zakaz eləmisiniz? Yox, ha qızım, qonaqlar gəlib, yeri qapılas. Zil qaplaş. Hə, qonaqların beləsi. Bədbəxt balası bədbəxt. 29 ildə ancaq kuryer gəlir də. Qapıda tak. Sənin buraya qaçırım nə də? Yaxşı da, yaxşı. Qonaq gəlir, nə olub bu? Bu yaxşı. Yaxşı. Bana da bir şeydi. Haydi abi. Hadi. Evet. Nazlı əmin qızı budur. Hə? Dedəm, bunu aldan mən başladım. Hadi onu götürək, ha, işsən. Ay salam verəsin.
Nazım ne var ne var Nazım? Nasılsın? Sağ ol. Ne tersen? Ne var ne Sağ yok? olun sağ olun. Bacı Hə, salam aleyküm. öpmeyeceğim seni. Ay öpmeyeceğim seni. Seninle bak iş yoldaşın bununla öpmeyeceğim. O kadar pis olarak inanırsa. Nasıl deyirsən? Ya yaxşı, sen sözler batırılma yeri. İşte böyle. Necəsiz? Can, Necəsiz? Can. Ne tersen? Salam aleyküm. Ay, biz gel görüşeydik. Az yavaş. Az yavaş. Siktir yavaş. Az yavaş. Gəlin əyləşin, əyləşin. Ne var ne var Nazım? Buyurun, xoş gəlmişsiniz. Keçin, Nereye çeşiyorum? keçin əyləşin, keçin əyləşin. Hadi gel Nazım. Dayanma. Oğlum mu? Oturayım bacı. Oğlum. Ne tersen ay olur? Ne var ne yok? Sağ ol dayı, sağ ol. Apar ver de, apar ver. Oğlun için sen nişan alıp burada. Halıdır. Halıdı mı? Halıdı, Ha, ne he. yaxşı, ne interesli halı var aslında onun. Ne tersen? Ne var ne yok? Sağ olun sağ olun. Hele. Əyləşin. Oğlum. Baba əyləş, qızım Otur əyləş. da, otur ya. Ne var ne var Nazım? Salamatçılık, sen ne tersen? Ne yenirsen? Ne var ne yok? Senin güzelliğin. Ha, yaxşı ol, yaxşı ol. Ne yaşarsan? Efendim, efendim. Ay bala, apar ver de Apar gülləri gül- Nazım Ha, gül müəllim alıb, qızına. Ha, sağ olsun, sağ olsun. Apar ver gülləri. Ver gel. Ayata, Ha, abala. Oğlum geber. ayata. Oğlum. Ha, ha, verdin yaxşıdır da oğlum. Yeri çık get. Yemezsen oğlum. Ata, aman götürə ya ata bizdən. Sonra qalmır ya ata bax. Heç əfkər. Evet, narahat ol, değil mi? Narahat ol. Ha. Otur. Otur da. Otur. Otur da. Ağzının suyunu sil, ağzının suyunu. Hə. Ne var ne var Nazım? Sağlığın belə də. Ne yaxşı alıbsan? Demədin, sabah demədin. Ne tər deyirlər belə anlarda bilmirəm. Ha. Patdan. Başlan, başlan. Evde oturmuştuk. Arvat dedi ki bəs darıxırıq hara gedək. Ha. Hara gedək ya. Dedi ben gedək Künüyə baxaq. Ne? Ha, Künüyə hesabladıq eləydi. Popcornlu gəldi 90 manata çıxdı. Ha. Dedim ben başka ara gedək. Dedi gedir belki gedək bir çay içək. Bulvar tərəfdə. Ha. O da şokolatı hesapladı. Şokolat, çayın dalınca, mürəbbənin dalınca marojna, marojnanın dalınca çay, marojna. Nətər olmaz? Qaçmazsan o 20 qəpikdə o. Aydın məsələdir, aydın məsələdir. Hə, ona görə də elə dedim ki, onu da ləğv elə. Bəli. Buradan sən yadıma düşdün Nazım. Ha, ne yaxşı. Necə biləmişsiniz? Xoş gəlmişsiniz. Düşür yadımıza. Elə, haçan darıxdınız, qalxın gəlin. Can. Çox sağ ol bacı, çox sağ ol. Bibi, ay bibi. Darıxdın deyəndə ən çox mən darıxıram. Heç sən. Abala kiraqatın lan oğlum, abala bu. Abala. Yox, Yaşı keçirdin. Qalasın oğlum. gecə düşən kimi. Dədəmin yəni arvadı var da, götürür muamı, keçirlər, söhbət edirlər. Mən elə darıxıram, dərdəş. Abala. Ay bala. Ay, qapak oğlum sen. Adam nə qədər də öz başına danışar. Belə şey olmaz axı. Güzel həyat, müvəqqəti çətinlik. Müvəqqəti çətinlik. Düzələ həyat. Ha, rızasında Hə, durub düzələ həyat. Deməli, qaşımı ütməyim də oğul. Saçda atmışıq burada. Söhbət edik dadak. O- Ne? gülə görə biraz gecikdik. Nədir bu? Ne Arkadaşlar güldü? bir gül, ne tər güldü bir. Hoşun geldi mi o güldə? Çox sağ olun. Hə, Qəşəngdir, amma sarıdır da indi. hə. Yox, deməli, sən təsəvvür elə ki, gülmüşəm gül sarında. Ha. Amma əvvəlki kimi gül yoxdur ha Sadi. Hə, biraz. Nətər belə gülü qoxurursan, güldən gülüyü gəlmir. Ne gəlir? Gəlmir də, güldən gəlmir. İndi bu satıcı qıza deyirəm ki, çağırmışam qızı, deyəcəm qırılasız gülməkdən. Bir söz deyəcəm, Sadi də onu yolda mən. Yo. Hə. Deyirəm sizə qırılasız gülməkdən. Danış Öyle görək. qıza deyirəm ki, ha qızım, bu güldən iyi gəlmir axı ki, biz bunu qonaq gedir. Sən də fikrin məndə olsun. Ya səndə fikrim. Hə. Deyirəm bu güldən iyi gəlmir. Ne? Qız da mənə qayıtdı ki, bəs bu xaricdən gəlmə güllərdir də. Biz sənlə fikrimiz məndə olsa qırılasız gülməkdən. Yox, fikrimiz sizdən qardaş. Hə, deməli qız bana deyir ki, xaricdən gəlmə güllərdir, ona görə ver. Qayıtdım ki, elə bizim axırımızda xaric çıxmıyor.
Bunun harasına qırılaq. Tamam, o qızı verəndilər bundan sonra. Özün kimi söhbətlərin də mənasızdır. Sən də. Deyir, girdin salona elə bu gülü gördüm qızı. Ama bu qoxulu da. Qoxusu çox gözəl idi. Dedim bunu alıb aparaq. Nazimin qızına verək. Amma düzdür, sarı rəngdədir güllər. Sarı da ayrılıq deməkdir. Nə olsun, olsun da olsun. Əsas o da ürəkdən alınıb, eləmi? Elə. Ay bacı, o inanclar qaldı keçmişdə. İndi o inanclara inanan var. İndi gülü alan oğlan bilir ki, ayrılmaq lazımdır ya qovuşmaq lazımdır. Yox, nədən qorxdu? Deyir ki, fikirli sağlam məndə olsun. Bəli. Şirin deyə söhbətləriniz. O deyir, sarı gül, sarı gül. Ayrılıq rəmzidir. Sağla fikrin məndə olsun, gör nə deyir. Bu dəqiqə hamı sağcıl olamışıq, hə? Sarı gül deyir, ayrılıq rəmzidir. Ona uyğun. Mən buna dedim, bu dedi ki, yox, bir dənə qəşək qoxulusu budur. Aldıq gətirdik sizə. Yox, ayrılıq da öyle dədə, o mən hala ayrılamam. Ay bala, yaxşı. Götürək, Hadi ki. Oğlum, otur da. Ay mama, amma yəni doğru inancdır ya. Sarı gül həqiqətən də ayrılıq gətirir. Bəli. Bax, ən azı 20 dəfə sarı gül almışam, 20-sində də ayrılıq olub. İnanırsınız əmi, o gül verənlərin yolunu gözləməkdən mənim öz gözümün kökü saralıb. Görən o 20-də mən var ha. Hiss olunur ki, sən 21-cisən. Ay yox, ay qardaş, ay bacı. Siz başa düşmədiniz. Bilirsiniz qızım nəyə demək istəyir, nəyi nəzərdə tutur? Nəyin desən, biz aldanasıyıq. Necə? Biz tez aldanalım. Ay yox, mən onu deyirəm. Anlaşın ki, deməli qızıma məktəbin son zəngində sarı güllər verdi, məktəbdən ayrıldı. Universitetin də sonunda buna sarı güllər verdilər, universitetdən ayrıldı. Qızım indi onu nəzərdə tutur, o ayrılığı deyir. Keç, mətləb. Nə var, nə lazım? Salamatçılıq. Sən ağarsan, yersən. Sağ olun, sağ olun. Yaxşı olasın. Elə o günü, elə Nazım əminlə restoranda əyləşmişdik. Bəli. Qəşəng yedi içdik. Orada elə biz söhbətləşəndə yadındadır orada bir maraqlı hadise oldu. Sənlə danışayım qırılasız günlərdə. Sağ mən danışdım mı o yolda? Yox. Mən danışım, Nazım şey deyirəm orada. Deməli bacı, sağla fikrim məndə olsun. Danış görək. Restoranda əyləşmişik, hər şey var. Nə? Sufrada hər şey var. Qatığından tutulmuş, xiyarından tutulmuş, göyərtisindən tutulmuş. Ta kim qreşkasına kimi. Hər şey var. Də nə yoxdur. O quş südü can dərmanı. Yaşa. Orada bir maraqlı hadise oldu. Orada bizim partlamaya düşdük burada. Danış görək. Hələ bəyəkin təsirindəyəm mən. Bu zəlzələdir. Danış görək. Deməlim, mən çörək yeyirəm. Salfetkanı belə çörək yeyəndə qoyuram bura. Görürəm ki, yoxa çıxdı salfetka. Bu da salfet şey eləyirəm, ağzımı salfetkayla belə qoyuram. Görürəm, o salfetka yoxa çıxdı. Hələ tələsmir. O momenti onu deyəm qırğın düşəcək. Üçüncü dəfə şey qoyanda, salfetkanı siləndə, götürüm bunu afşant götürür. Afşanta dedim ki, mən bunu elə silən kimi sən salfetkanı göstərin. Ne salfetkanı götürsən? Dedi ki, bəs onu götürülməli də, tabi çizlidir. Dedim ki, o elə də batmıyor baxı. Qayıtdı ki, bəs, yox, belə olmalıdır da. Nə desəm yaxşıdır? Bəli. Qayıtdım ki, dedim sən bu restoranlara çıxarsın. Mənim bəyəcə bu evdən meydim çıxacaq gülməkdən. Sənəm ağrıdı. 30 ildir bu mənasız söhbətlərinlə ətimi tökürsən. Sən ərə gələndə 80 kiloydum, düşmüşəm 45 kiloya.
Cəmaata yazığın gəlsin də. Yazığın gəlsin. Nə? Hə, amma onu da deyim ki... Ama yaman yediştik. O qədər yeyib içmişdi ki, inanırsınız, səhər durdu, başının ağrısından bir yerdə dayanamırdı. O başa gedirdi, bu başa gəlirdi. İçəndir, mən buna demişəm. Hə, içəndi, yaman içəndi, bərk içəndi. Bak başım ağzına. O neydi? O neydi? Mən sana dedim, çox içmədə, mən sənə Ben bilirəm. çok içmedim ki 6 butulka içtik. Yəqin yaxşı araq içməmisiniz də. Ona görə baş ağrı verib. Bilmək olar hansı araq idi? Mənə bax, bu toyda bizi bir abr eləyəcək. Bu təxmini böyle şeydi. Böyle bir ara üstünde gemi vardı. Böyle bir şeydi. Hə, nastoyaşi mujik. O baş ağrı verir də, o elədir. Bana bu sadiyenin bu gelin başka baş ağrı da. Əsl qohumlara təqdim olunası gəlindi. Sənin qohumlarına. Ne diyorsun o? Hay dede. Ha? Ne olacak hay dede? Ne bilirsen belki derdinden içir. 30 yaşı var hele bunun blokun qabağında xons oynamayayım. Ne dersin? O kefinden işimle koy içsin dede. Allah ey Allah. Ben özüm onu sağaldacağım. Narahat olma. Özüm onu sağaldacağım. Əmi bir məsləhət verim sizə. Verme yok. Onu özümüz danışarız ver. Deyirəm, yəni ki, içmək istəyəndə araq içməyini, araqların hamısının pusat zayı çıxıb. İçmək istəyirsinizsə tekila için. Bayəmi, stəkanın qırağını belə qəşəng limonluyursan, sonra belə duzluyursan, belə duzla. Hop, hop, getdi. Nazım, xiyar turşusuz kimi əyildin. Biz gedək. Ayıbdır, təzə gəlibsiniz, hələ bir oturaq, istirahat eləyək, danışaq, deyək, gülək. Ayda bir dəfə mənim qapımı dövmüşsün, elə şey mi olar, qardaş? Yok dede gelme. Tekila. Dağlarda içer yanarda. Əmr əyləşin, ayıbdır, incələm sən ol. Mama otur mama. Qəbulundur bala. Ha? Otur da otur. Bilmem belki derdinden içer. Sənin qızın haranı qutarıbaz? Ne bileyim, yadımdan çıxdı heyecandan. Nəqliyyatı nə bilmirəm. Nəqliyyatın idarə etməsi. Ona deyən nəqliyyatın başını bırax. Bıraxsın. Yarımca saat özünü idarə eləsin. Yarımca saat. İndi dur bəzə. Neyi bəzəyim? Dur bəzə. Dur bəzə. Dur bəzə. Uy Allah, mən ölmüşsün. Az nədir qorma belə vurursan, nədir? Zarafatçılıq ay qardaş. Buyur. Deməlim. Balaca, yığcama biz yığışalım. Hə, yox, nə var odur da, nə deyim. Deməli, bu qızı babası o qədər çox istəyirdi. Babasının ən sevimli nəvəsi idi. Həmişə bu gedib babasının yanında qalardı. Amma bir iş vardı, babası biraz içər idi də. İçər idi. Yəqin elə oradan görüb, içməyi zadı babası içəndə oradan görüb. Rəhmətli diliyorlar, hər gün içirdi. Ona ara apardı kişini. Şahım oradan görüb, baba içəndə görüb oradan. Bəsimizdir. İnandıq. Babasından görüb. Az mənim dədəmi deyirsən, nə? Yaxşı da belə baxdı da. Az mənim dədəm kəndim vurulası olur. Az siz dədənin danışardın, nə cımırsa? Bu iş. Neyle bu kız vermeli ya, yok. Bir yavru olduk. Hadi dayı. Uyuldum dayı. Nə yaxşı gəlibsən? Ne yaxşı gelirsin. Var demədin, səbəb demədin, elə bayaqdan elə. Nə var deyəmə lazım? Sağlığı, nə işlə? Nə var, nə yox, nə tərsən, nə işlə? Sağlığın, belə yavaş. Zaman nə tər keçir? Səni inandırım ki... Hə. Bilsən indi o gələk hər sözü gələk o gətirəsən onu şey eləyəsən, deyəsən indi tam da açıqlamaq olmur. Mən əslində çoxdan gəlmək istəyirdim sizə. Niyə həftənin axırına saldıq? Həftənin ki, 1, 2, 3, 4, 5 oldular. Qardaş, şəhərə çıxmaq mümkündür.
Ay yaxşı, düz deyir. Mümkündür. Profkandan. Getirin diş açın. Onun Dişim bəlkə ağrıyırdı, soyuqlamışdı. Bunun nervisini çıxartmış. Hamısı, bütün nervlerini çıxartmış. Bir dənə nervisi qalır. Aha. Bir dənə də bütün tısı pısı yatıb. Yolda inandırım sana, yolda inan. Bir tıxac vardı, bir tıxac var. İndi svetoforda yaşıl yanır, gedəmirəm. Yaşıl yanır, o qədər tıxac var. Ne danışırsan ha? Arkamda... Sana danışmışam onu. Sen Allah sana danışmışam. Yox. Danışım kırılın gülməkdə. Demə, sən canı fikriniz məndə, baş fikrim məndə olsun. Az yeri popcorn yatır, yeri. Maraqlı da, ona görə deyir. Deməli, profkada qalmışıq, gedə bilmir ya, yaşayır. Arxadan bir nəfər siqnallayır. Arxadan bir nəfər. Nəysə, bir bab, iki bab, üç bab, dörddə bir bab. Əl çəyib, oturub siqnalın üstünə. Sən də fikriniz məndə olsun, sən də fikriniz məndə olsun. Fikrimiz sizdə. Maraqlıdır ha? Maraqlıdır, hə. Görürəm əl çəyib, maşında gec bırakır. Deyəcəm, indi parça olasınız, ha? Qırılasınız gülməkdən sonra deyirəm. Mənim indilərimcə güc olmuşam. Deməli, görürəm, siqnaldan. Şunu belə yendidim, belə başımı çıxartdım, sən də fikrin məndə olsun. Sən də fikrin. Belə baxdım, dedim, nə olub? Buna dedim. Ona deyir. Ona dedim, indi buna baxdım. Bu da qaçacaq, sür də. Bu da mənə qayıtdı. Sağa qayıtdı. Nə desən yaxşıdır, sən Allah. Sən canın nə dedin? Dedim, sürənsən, gəl sür də. Ay, dedim. Mənim tikişim atacaq az. Mən əməliyyat olmuşam, mən bu qədər gülmə olmasın artıq. Bunları nəzərə al, xahiş eləm səndən. Bax, bu da nəsə istəyirəm ki, burada bir ağrı yarandı. Xahiş eləm səndən. Bizim ailəni biraz nəzərə al. Doymaq olmur da bu duzlu məzəli söhbətlərindən. Dünən yol keçirdim. Elə bir gördüm ki, polisin biri yaxınlaşdı, məni saxladı ki, bacı, hara keçirsən? Səni düzgün yol keçmədiyinə görə cərimə eləyirəm. Dedim, ay bala, yol keçirəm də, yol keçməyə görə adamı cərimə eləyərlər. Qayıtdı ki, ay anam, ay bacım, ay xanım, bəs bu piyada zolağından keçdi, yolun ortasından nəyə keçirsən, birdən maşın vurar səni, vurub tirtap sərilib ölərsən, ona görə səni cərimə eləyirəm. Nə qədər dedim, nə qədər dil tökdüm, dedi, yox, yox, səni cərimə eləyirəm. Mani zəngələmizin olsun. Elə səni zəng eləyəndən sonra danışdı səni, beyni çöndü, yazdı da cəriməni. Sağ olasan səni. O elə bir ki... Maşallah, hər yerdə hörmətin. İşdə də belədir, bacı, işdə də belədir. Bilirəm, bilirəm. Mən eşitmişdim, deyir, piyada keçidindən gərək keçəsən. Keçmədinsə, yoldan keçinə cərimə olunursun. Düz deyir. Amma tək o deyil, əmi. Cərimələr o qədər artıb ki, bax, indi siqaretə görə də cərimə eləyirlər. Elə atdınsa yerə, o dəqiqə polis yaxınlaşır. İnanırsan, əmi, mən bu ay siqaretə görə 300 manat cərimə vermişəm. Nazım, sağ ol Nazım. Görüşərik. Sən öpüm mən səni. Ayıbdır, təzə gəlibsiniz. Öpüm səni mən. Bir çörək yeməmiş, çay içməmiş, mənim qapımdan getmək mi olar? Elə şey mi olar? Yox, deyirəm gedək. Ayıbdır, sən öyle işləyizine baxmaram. Xahiş eləm sənə. Əyləşin. Gəlim fısıldadandır deyərsən. Fısıldadan da sözdür, mən də deyirəm bayaqdan bu hardan gəlir. Nə olub ay bala? Tələsmə, nə tələsmə. Gecə darıxır da ya. Mən bilsən nə qədər çəkirəm səhərə kimi. Nə bilirsən, bəlkə bir dərdi var, dərdini öyrənək də. Bacı. Bəli. 2 kəlmə mənə bəsdir. Prosto yaxşı yeməni. Yaxşı, hə. Bir dəqiqə bizi bağışlayın, ailə arasında bir söhbət eləyək. Elə, hə. İndi çıx görün vəziyyətdən. Hə, mən... Bəzə. Nətər bəziyim, ay bala? Bəzə. Yolkan da bəzədim, daha nəyə bəziyim? Bəzə. Yaxşı. Hə, ay qardaş, bilirsiniz necədir? Bəli. Uşağın, qızın tipinin babası rəhmətə gedəndən sonra
Bu başladı bir neyse dayısının yanında qalmağa. Elə, hə. Get görək, get görək. Hə, dayısının yanında qalmaq. Dayısı da işsiz güçsüz adamdır da. Bir gün bunu bırak koltuğuna. Cala, yaxşı gəlsən. Kızı bırak koltuğuna dayı bana. Giderler yol kırağı. Dayıdaki ölür sigaret. Püf 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 püf. Hə, Senin ciğerin yanır ha. Ya sen hastasan, ne karsan kaçsan? Yox edirəm dayısı da bunun yanında pülüyüb atıb yerə. Uşağın da gəlməsini ödəyib də ona görə gəlməni bu yetim ödəyib maaşından. Dayısı işləyir bəyəm. Qaydacam ben meseleye, bir tane konaklar geçsin. Hadi nə deyirəm ey? Bunun parmağı gözünün deşiğine sokacağım. Sen darıkma, darıkma. Darıkma. Qaydacam Çingiz'e de, darıkma. Darıkma. Başıda deyəsən, bığda saralma var, yüngül. Var mı? Ben biraz aileni boş bırakmışam işlerine kadar. Ben bu aileye qaydacam. Sen darıkma. Qane olduq. Elə mi? Hə. Sağlık olsun. Elə. Ne yaş Sağlık gəlibsən? olsun. Hə. Nə varsa namazı? Heç də sağlığın ne var? Belə də belə. Senin gözəlliyin heç nə. Zamana da sus. Daha danışma. Məndən danışma. Yekunlaş. Yəni dediyim odur ki, Bəli. adam belə Bakıda adam ürəyi qısılır. Hə. Bax, bu dəqiqə rayonlarımızın ən gözəl vaxtıdır. Bəli, Çiçəklər açıq, sarı-sarı çiçəklər. bəli. Lalələr. Bəhbə, lalələr içində onun qoxusu ətri zadı. İndi bu gəlirik, gedirik. Mən deyirəm bir dəfə uyğun olsa, laf gedə bir rayona bir ailəlik çəm. Yaxşı olar. Elə olar ey. İki ailə, elə mi? Ailə, gedək qəşəng. Orada bir gəzək, bir çəmənliyi, bir meşəliyi. Laf lazım olsa, orada bir dənə ev də tutağın orada. Olur mu? Elə bir şeyler olur mu? Bu ne darıştın? Qəşəng orada bir ev də tutağın. Belə həm oynayağın, nə bilim, həm həyat yoldaşların bir-birindən belə yaxından tanış olsunlar. Həm sənin qızınla, həm mənim bu tıfilim. Söhbətləşsinlər, dəstəksinlər. Deyirəm, gedərik rayona, yox? Gedək, getməyinə gedək, amma ki ev tutmayaq. Gül kimi otellər var. El ayağımız tərtəmiz. Gedək otellərin birində qalaq, qəşəng yeməyimiz hazır. Qəşəng dincələk, söhbətləşək, tanış olaq, qayıtaq. Otel də olar. Otel də olar. Olar, olsun, otel Ev olsun. nəyə yaxşıdır? Ev tutmağın. Sən məsələn verirsən 80 manat, 90 manat elə verirsən evə, sonra onun həyətində fındığı, qozu, lobyası, nə var yeyirsən. O cəhəti onun yaxşıdır. Amma otel də maraqlıdır. Otel tutar. Otelin basenlisi zadı yaxşıdır. Hə, olar nə vaxt gedək? Danışaq. Otelə. Danışaq, nə Amma bileyim. otelə gedəndə əmi bir şey deyim. Az bilsək girdi ağzıma. Əmi. Oteli deyirəm mən. Qoy desin, qoy görür. Sən biz də baxma da ailədir bu da. Bu da ailə olacaq. Ha qızı. Deyirəm əmi, otelə gedəndə mütləq nigah kağızını götürün ha. Yoxsa sonra avara qalırsınız. Oldu. Sağ olun. Bibi. İşçiyə baba, siqaretə dayı. Otelə bir şey tap, biz oturaq. Nazım, mən getdim Nazım. Hara gedirsiniz ha qardaş? Heç mən demədim axı sizə. Amma qızımın rəfiqəsi turizmdə işləyir. Balaca məbəsimdir. Deyirəm də, turizmdə işləyir, gəlib uşağa danışır ki, otel belə getdi, o belə gəldi. Arada burada Parisin havasını dəyişir. Yoxsa bu uşağın evdən bayırı sarı saralım rəngi. Bu fabrikasına öyrənib bu işləri. Oturduq. Oturur mu Nazım? Oturun ha qardaş. Otur. Otur can. Özün də getmək istəyirəm, bir dəqiqə. Yox, biz həm nətər deyirəm, gedək biz. Biz gələrik, biz bir dəfə də düşünək eləyək.
Elə Ha mi? gəldi, hə, gecdir. Elə gedək, həmi gedək. Gedək, keçdik. Çörək yerdinizdən ha? Hə? Çaydan çörəkdən yerdinizdən ha? Hə, yox, deyirəm gedək həmi bu Targovun zadda biraz gəzək eləyək. Hə, ondan sonra çak gedək, gecdir. Biz biraz gəzək, danışarıq yenə. Otur, ne çay sizə Apar gəlib məni satsı? Targoviya gəzdir. Hə, yaxşı, bu çayımızı çək. Saat çay dəmdədir bu saat. Çayını çək, sonra gedək Targovya. Bəli. Əmi, Targoviya bu vaxt getməyin, ərəblər doludur. Hadi ne oldu? Papağı da düştü başından kişinin. Hadi otur. Ata, soğuyuram hemen yavaş yavaş. Targoviya getmək istəsəz, hardasa 12-dən sonra ərəblər klublara yığışır. Onda Targovu boş olur, onda gedin. Oldu Nazım, oldu. Öpürəm. Sağ olun, bacı, sağ olun. Sağ olun. Mən indi çatdı ki, həqqı bu Sarıgül ayrılırmış. Sağ ol. Öpürəm Nazım, Öpürəm Nazım. Nerede lan Nazım? Oy. Ay bala. Sen bana infarkt eləmək ay bala. Bu ne danışır? Sen bunları hardan bilirsən kankisi? Hardan öyrənmirsən? Ay bala, ben deyirsən bu evden bayra çıxmır. Hardan biləcəm ay ata? Özümdən uydururam, oradan buradan eşitmişəm. Ne gündədir o? Deməmişəm mənə elçi gələndə əvvəlcə bir şəklin göstərin baxım. Qəsdən elə dedim, nə yoxşuyur o? Motal. İyi. Ölmüştüm daima. Bir tərəfi paraliz keçirdim. İnan təzik qalxıb, 100, 200, 500. Asla. Bu nə də? Kalk gedək, geçsən mi? Hara? Mənim nəfəsim daralır. Özüm pis deyiləm. Can. Gedək maşından binək gedək dəniz qırağına. Hə. Qəşəng o ləfələrə qulaq asaq, onun səsinə. Mən biraz istirahat edeyim. Mənə bax, Ha. deyirəm bəlkə getməyək. Niyə? Oturmuşuq da evimizdə, eşiyimizdə, getməyək. Niyə ki? Hə, yox, deyirəm gedər oturalım maşında. İkisimiz. Polis yaxınlaşacaq ki, kim maşında ikisi deyirik. Ay, siz beni öldürmək istəyirsiniz ha! O sigaret benim yadımdan çıkıp, onu senin gözüne sokacağım. Sigaret ver! Çık canım buradan! Özün dedin de! Beton mu kıl okşuyor? Canım bırak! Görürsən ay Qasım. Nə olub? Abşeron Ticarət Mərkəzində elinizdə lazım olan bütün məişət avadanlıqları var. Var ya, hamısı var. Hamısını bəyəndik. Elə tələsdirir ki, çıxdıq. Ayvana çıxan da onları arvad alanda arvadın gətirəcək də gərək sən alasan. O da mən nəsə alırsan dükkanları bilmirəm. Hamısında da gözüm qaldı. Elə qabaqda tikinti materialları var. Oradan nəsə alaq? Bu sement alaq. Əsas sement. Allah sement lazımdır. Allah. Nədir buradan kəndə durub qum sement aparacaq? Hasarımız uğurlayıb. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Xüsusi sponsorumuz Bizondur. Yenilikləri sevənlər və fərqli dadlar axtaranlar üçün Bizon Eksotik artıq sizinlədir. Kaktusun qeyri-adi təravəti ilə yetişmiş gavalının şirin dadının möhtəşəm birləşməsi, həmçinin çiyələyin cazibədar ətri ilə tropik mangonun ləzzətli harmoniyası ilə gündəlik həyatınızı adi çərçivələrdən çıxardacaq. Öz sərhədlərinizi aşmağa və yeni dadlar kəşf eləməyə hazırsınız? Elə isə Bizon Eksotik ilə bu rəngli dünyaya addım atın. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram.
Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Çox xoş. Bu dəqiqə. Bu dəqiqə Xəzarla xanım. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım evinə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, gözləmə zalları üçün oturacaqlar. Bu da bizim səhiyyə mebellərimiz. Bu da masaj masası olar. Bəli, qonaq otağı üçün stullar, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da, sənin qardaşının arvadının söhbəti mənim nimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir, deyim? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedim? Ürəyim, bir dənə qəşək çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşək pürnək çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Sponsorumuz Auqtel telefonlarıdır. Auqtel artıq bütün dünyada istifadəçilərin rəğbətini qazanmış smartfon brendidir. Bu cihazlar güclü batareyaları, möhkəm korpusları və müasir funksiyaları ilə tanınır. IP68, IP69K standartlarına uyğun suya və toza davamlılıq, 5G dəstəyi və parlaq böyük ekranlar. Auqtel məhsulları arasında gündəlik istifadə üçün modellərdən tutmuş, aktiv həyat tərzi üçün super möhkəm smartfonlara qədər hər kəsə uyğun seçim var. Bugün Auqtel ölkəmizin bütün böyük pərakəndə satış şəbəkələrində təqdim olunur. Milyonlarla alıcı artıq seçim edib. İndi növbə sizdədir. Dostlar, bu gözəl buketlərə gözəl, bu gözəl güllərə görə, ümumiyyətlə, özəl günlərinizin güllərini seçmək istə, Florentiya bir dənə alqışlar istəyəm sizdən gürültülü. Dostlar, sizdən sağollaşırıq yenə öz vaxtımızda, öz saatımızda. Sizdən can kimi edirəm. Çalışın, salamat qalın, sağ olun dostlar.